Aziz və dəyərli izləyicilər, sizinlə mənim YouTube kanalı Savrod Media gündəminin təsisçi baş redaktoru, video bloger Böcə Hüseynov vətəndaş mövqeyimlə bu günləri sizin qarşınızdayım. Deməli, ötən həftədən bura qarşıma iki paylaşım çıxıb. Paylaşım bundan ibarətdir ki, Savrod rayon icra hakimiyyəti başçısı Siraqətin Cabbarov haqqında qarayaxma kampaniyası aparılır. Həmən paylaşımdan biri nümunə olaraq burada fotosu yerləşdiriləcək və həmən o paylaşım haqqında sizə məlumat verəcəm və vətəndaş mövqeyimlə açıqlama verəcəm. Deməli, paylaşımın birində qeyd olunur ki, Savrod rayon icra hakimiyyətinin başçısı Siraqətin Cabbarovun 21 yanvar 2026-cı il tarixində Türkiyədə kənd tam orta məktəbində yerli sakinlərlə keçirdiyi səyyar qəbul görüş ictimai narazılıqla yadda qalıb. Deməli, nədir? Bir nəfər şəxs cənab başçıya müraciət edib ki, Türkiyədə Cavad Narlıq yolu bərbad gündədir. Cənab başçı, xahiş edirik ki, bu yolun düzəlməyində köməklik göstərin. Güya ki, deyib ki, cənab başçı, o yolu biz niyə düzəltməliyik? O yolu geçsin, düzəlsin Haca gedənlər, Kərbalaya gedənlər. Mən inanmıram ki, cənab başçı bunu desin. Nəyə görə? Çünki 5 ildir mən Savrod rayonunda ictimai, mədəni və maarifləndirici tədbirlərdə iştirak edirəm. İnternet platformasında dövlət və dövlətçiliyə xidmət edirəm və gözəl videolar paylaşıram. Deməli, bu 5 il ərzində cənab başçının çıxışlarını diqqətlə dinləyirəm. Ara sıra da öz sosial şəbəkələrimdə də paylaşıram. Cənab başçı hər zaman məmurlara tapşırır ki, qanunla, şərəflə, vicdanla iş görün. Hətta elə bir hallar olar ki, orada qanunvericiliyə uyğun hallar olsun. Misal üçün, arx qazılır, su kanalı qazılır və yaxud da yol çəkilir və yaxud da işıq dirəyi çəkilir. Qanun bunu tələb edir ki, bu yolla, bu istiqamətdən olmalıdır. Amma orada cənab başçı vurğulayır ki, hər zaman çıxışlarında Allahla, Allah rızası iş görün. Qanundan kənar çıxmamaq şərti ilə elə işləri görün ki, Allaha da xoş getsin, bəndəyə də xoş getsin, yuxarı qurumda oturan vəzifəli şəxslərə də xoş getsin. Və cənab başçının 28 yanvar 2026-cı ildə hesabat çıxışında mən orada gördüm ki, cənab başçı həqiqətən əvəz olunmaz başçılardan biridir. Nəyə görə? Çünki cənab başçının 2024-cü ildən 2025-ci ilə qədər gördüyü işlərin yekun hesabat iclasını keçirdirdi. Və cənab başçı özü yarım saat məruzə çıxışı ilə inanın Allaha elə bir böyük bir mövzunu, gördüyü işləri və görəcəyi işləri, ulu öndərin siyasətin, ali başkomandanın tapşırıqların yarım saat ərzində səhvsiz və nöqsansız çıxış etdi. Zalda olan bütün şəxslər, şəxsən içi mənim qaçışıq, hamımız donub mat qalmışdıq ki, bu cənab başçı bunu dəftərdən, hansısa qeyddən oxumadı. Bilavasitə öz zehni ilə, öz yaddaşı ilə o çıxış etdi və bu günləri 3 fevral 2026-cı il cənab başçının növbəti səyyar görüşü oldu. Savrod rayon Ulacalı kənd ərazi nümayəndəliyində cənab başçı orada Ulacalı kənd ərazi nümayəndəliyi üzrə problemlərdən, statistik rəqəmlərdən bilavasitə kağızsız, qeydsiz çıxışını etdi, məruzə çıxışını etdi və sonra isə cənab başçıya müraciətlər olundu. Müraciətlər işıq və yolla əlaqədar. Və cənab başçı üzünü tutub zalda olan məmurlara tapşırığını verdi ki, işinizi elə görün ki, sizin
gördüyünüz yaxşı işlər ölkəmizin əmin-amanlığı, suverenliyi və dirçəlişi üçün böyük bir önəm kəsb edir. Və həqiqətən də mən cənab prezidentimiz İlham Əliyev cənablarına və prezident administrasiyasına bir ictimai fəal olaraq təşəkkür edirəm ki, Sabirabad rayonuna Siraqəttin Cabbarov kimi icra başçısı təyin edib. Çünki mən öz vətəndaş mövqeyimlə çıxış edirəm. Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəttin Cabbarov cənabları 2018-ci ilin may ayından Sabirabad rayonuna başçı təyin olunan gündən 2026-cı ilin fevral ayının 3-nə qədər onun vəzifə səlahiyyətlərini düzgün icra edir, işində və vəzifəsində nöqsanlara yol vermir, onun hər zaman çıxışlarında ulu öndərin vəsiyyətləri, Cənab Ali Baş Komandanın tapşırıqları və yerli məmurlara, vəzifəli şəxslərə tapşırır ki, gəlin bir olaq, bərabər olaq, bu Sabirabad cəmaatına, bu məmləkətə, ölkəmizə elə bir xidmət edək ki, qoy Sabirabad rayonunun adı həmişə sosial platformada və statistik rəqəmlərlə ölkədə ən birinci və ən qabaqcıl olan rayonlardan biri olsun. Sizinlə mən idim. Videobloger Böcəği Söyünov Sabirabad Media gündəminin təsisçi baş redaktoru. Sağ olun, var olun.